Məşhur surələrdən biri də Qurani-Kərimdə Əl-İsra surəsidir. İsra sözünün mənası bizim dilə tərcümədə gecə səyahəti deməkdir. Allah bu surədə gecə səyahətindən danışır. Allah gündüzü işləmək, gecəni isə yatmaq qərar vermişdir. Surə Məkkə şəhərində Peyğəmbərimizə nazil olmuşdur və bu surədə bir neçə hadisələr qeyd olunur. Eyni zamanda Nuh Peyğəmbərin başına gələn hadisələr, o dövrdə günahların çoxalması, bir çox proseslər qeyd olunur. Və surənin 3-cü və 17-ci ayəsi insanın diqqətini daha çox cəlb edir. Çox maraqlı ayələrdir. Zurriyyətə mən həməlnə Nuhin innəhu kana əbdən şəkura. Ey Nuhla birlikdə gəmidə daşıdıqlarımızın nəsli, Nuh doğrudan da bəndəsinə Allaha minnətdar olan bir qul idi. Ardıcan ayədə deyir ki, biz Nuhdan sonra neçə nəsilləri məhv etdik. Rəbbinin qullarının günahlarının bilməsi və görməsi kifayətdir. Tarixi mənbələrdə qeyd olunur. Nuh Peyğəmbər 40 yaşında Allah tərəfindən Peyğəmbərliyə seçildi və Allah Nuh Peyğəmbərə 950 il ömür vermişdi. Peyğəmbərlərin içərisində ən uzun ömürlü Peyğəmbər Nuh Peyğəmbərdir. Digər tarixi mənbələrdə qeyd olunur. 850 il Peyğəmbərliyə seçiləndən sonra 950 il Peyğəmbərliyə seçilməmişdən əvvəl 200 il şəhərlər saldı və 500 ildə insanları şəhərlərdə yerləşdirdi və bu rəqəmləri cəm edəndə 2500 il edir. Təbii ki, Allahın Nuh Peyğəmbərə verdiyi bir ömür idi. İmam Muhammed Baqir əleyhissalam Nuh Peyğəmbər barəsində maraqlı bir informasiyanı biz insanların diqqətinə çatdırır. Nuh Peyğəmbər xurma ağacı əkirdi. Onun qovmu tayfası başladılar onu məsxərə etməyə. İndi də işi gücü ancaq ağac əkməyə qalıb. Nuh Peyğəmbər ağac böyüyənə qədər ona qulluq elədi. Sonra ağac böyüdü və budaqlarını budamağa başladı və bir-bir xurma liflərini üst-üstə düzdü. Yenə də onlar dedilər, işi gücü ancaq bu işləri görməyə qalıb. Sonra Nuh Peyğəmbər gəmi düzəltməyə başladı. İnsanlar söylədilər, işi gücü ancaq səhrada, çöldə gəmi düzəltməyə qalıb. Nəhayət Nuh Peyğəmbər gəmini düzəltməyə başladı. Ona görə də Nuh Peyğəmbəri Allah bəşəriyyətin ikinci atası adlandırıb. Baxmayaraq ki, bir neçə təzyiqlərə məruz qaldı, amma yenə də Allaha şükür eləyən bir Peyğəmbər idi. Ona görə də Allah xüsusi olaraq Nuh Peyğəmbərə salam göndərirdi ki, salam olsun Nuh'a.